Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Birləşdirdi. Bununla yanaşı Ərdəbildəki mobil müdafiə radarı da İsrail Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib. Qeyd edək ki, Azərbaycan hökuməti son günlər İranda hərbi əməliyyatlar zamanı Güney Azərbaycandakı türklərin məskunlaşdıqları ərazilərə zərər vurmamaq üçün rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə İsrailə mesajlar göndərib. Bugün günorta saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində 5 nəfər həbs edilib. Bu haqda Mehr məlumat yayıb, saxlananlardan 5-inin İsrailə casusluqda ittiham olunduğu bildirilib. Bununla yanaşı 2 monarxiya tərəfdarının da ictimaiyyətdə təşviş yaratmaq səbəbindən həbs edildiyi qeyd olunub. İsrail Hərbi Hava Qüvvələri 250 km məsafədəki hədəfə çata bilən Delila raketləri vasitəsilə İrana məxsus olan və İsfahan ərazisində yerləşdirilən bir sıra hava hücumundan müdafiə sistemini sıradan çıxarıb. Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə onlar arasında Tor M1 sistemi, Yastreb Zenit raket kompleksi və Rusiyanın malik olduğu Kasta 2Y2 RLS sistemi də var. O da qeyd edilib ki, hava reydi nəticəsində Tehran ətrafında yerləşdirilmiş radiolokasiya qurğuları da zərərsizləşdirilib. İsrail ordusu sözü gedən əməliyyatın görüntülərini də yayıb. Amerika İranla danışıqlar istəyi ilə çıxış edib. Tehran isə bunları rədd edib. Bunu İranın Xarici İşlər Naziri Abbas Araqçı İran Dövlət Televiziyasına açıqlamasında deyib. Abbas Araqçı bildirib, hazırki şəraitdə Siyonist rejiminin İrana hücumları davam etdiyi müddətdə heç kimlə danışıqlar aparmaq istəmirik. Amerikalılar istəyirlər, bir neçə dəfə mesajlar göndəriblər, lakin biz onlara aydın şəkildə bildirmişik ki, təcavüz dayandırılmayana qədər dialoq və diplomatiyadan söhbət gedə bilməz. İsrail Hərbi Hava Qüvvələri İranın Gülüstan əyalətinin Ağqala bölgəsində hərbi təyinatlı obyektə hava hücum edib. Məlumata görə vurulan hədəf Türkmənistan Respublikasının sərhədinə yaxın ərazidə yerləşir. Ölən və yaralılar barədə məlumat verilməyib. Qeyd edək ki, bu İranın ən şimal-şərqində yerləşən hədəf olduğuna görə İsrail qırıcılarının İran səmasına tam nəzarət etdiklərini göstərir. İsrail Hərbi Hava Qüvvələri İranın qərbində raket anbarlarına və onların buraxılış sistemlərinə hücum edib. İsrail Müdafiə Ordusunun məlumatına görə Hərbi Hava Qüvvələrinin 25-dən çox qırıcısı İranın Təbriz və Kirmanşah bölgələrində 35-dən çox raket anbarına və onların buraxılış infrastrukturunun komponentlərinə zərbələr endirib, onları neytrallaşdırıb. İran, Qətəri, Amerika bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib. Bu barədə The Washington Post qəzeti məlumat yayıb. Diplomatik mənbələr bildiriblər ki, Amerika Hərbi Hava Qüvvələrinin regiondakı ən böyük aviabazası Əl-Üdeyd Qətər ərazisində yerləşir. Qəzet yazıb ki, Amerika İsrailin Tehrana qarşı əməliyyatına qoşulmağa qərar verərsə, İran zərbələrinin hədəfləri yaxın şərq boyunca Vaşinqtonun digər bazaları, həmçinin onun region dövlətlərindəki diplomatik nümayəndəlikləri ola bilər. Bildirilib ki, təhlükə İranı dəstəkləyən radikal İslamçı silahlı qruplaşmalardan da gələ bilər. Pentagon İranın mümkün zərbələrinin qarşısının alınması ilə bağlı tədbirlərə dair qəzetin sorğusuna cavab olaraq Amerika Müdafiə Naziri Pete Hegseth'in bəyanatına istinad edib. Nazir də təfərrüatlar vermədən yaxın şərqdə əlavə resursların yerləşdirilməsini qeyd edib. Almaniyanın Xarici İşlər Naziri Johann Wedful Tehranı yüksək səviyyədə uran zənginləşdirməsindən imtina etmək və raket proqramını danışıqlara daxil etmək üçün ciddi iradə nümayiş etdirməyə çağırıb. Almaniyanın Xarici İşlər Naziri Johann Wedful bildirib, İran nüvə silahlanmasına gətirib çıxara biləcək nüvə materiallarının istənilən zənginləşdirilməsindən imtina etmək üçün ciddiyyət göstərməlidir. Danışıqlara İranın raket proqramı da daxil edilməlidir. Əgər bu ciddi istək varsa, o zaman bizim tərəfimizdən nəticədə olacaq ki, biz növbəti danışıqlara hazırıq. Top indi İranın meydançasındadır, deyə bildirib və əlavə edib ki, İsrail daima İsrail dövlətinin təhlükəsizliyini və varlığını müdafiə etmək üçün Almaniyaya güvənə bilər.
Kreml İranda rejim dəyişikliyini qəbul edilməz sayır. Ölkənin rəhbəri Əli Xamneyinin öldürülməsi ilə Pandora yeşiyinin açılması olardı. Bunu Sky News telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Bu barədə danışmaq belə qəbul edilməzdi. Moskvanın Xameneyinin qətlinə reaksiyası isə son dərəcə mənfi olardı, Peskov vurğulayıb. Hadisənin bu cür inkişafı Pandora yeşiyinin açılması ilə nəticələnərdi. Putinin sözçüsü əlavə edib. Xatırladaq ki, İsrailin Müdafiə naziri İsrail Katz İrana qarşı hərbi əməliyyatların məqsədlərindən birinin məhz Xameneyinin öldürülməsi olduğunu bəyan edib. İsrail Müdafiə naziri Hizbullah liderinə xəbərdarlıq edərək bildirib, terror baş versə Hizbullah olmayacaq. İsrailin Müdafiə naziri İsrail Katz Hizbullahın münaqişəyə qoşulma ehtimalını şərh edərkən bildirib ki, Hizbullah lideri Naim Qasım ehtiyatlı olmalı, öz sələflərindən ibrət götürməlidir. İsrailin terror qruplarına səbr etməyə dözümü qalmayıb, nazir vurğulayıb. Vaşinqton administrasiyası hesab edir ki, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, bir neçə həftə ərzində nüvə silahı yaratmaq imkanına malikdir. Bu barədə Ağ Evin mətbuat katibi Caroline Levitt jurnalistlər üçün mütəmadi brifinqdə bildirib. İranın nüvə silahı əldə etmək üçün hər şey var. Bunun üçün yalnız ali rəhbərin qərarı lazımdır. Bu silahı istehsal etmək üçün yalnız bir neçə həftə lazım olardı. Bu əlbəttə ki, təkcə İsrail üçün deyil, həm də Amerika və bütün dünya üçün ekzistensial təhdid təşkil edərdi. Levitin fikrincə bütün dünya razılaşır ki, İran nüvə silahı əldə etməməli və əldə edə bilməz. Böyük Britaniya və Avropa İttifaqı üzv ölkələri Amerika prezidenti Donald Trumpı Avropada terror təhlükəsi riski səbəbindən İrana zərbə endirməməyə razı salmağa çalışırlar. Bu barədə The Daily Telegraph qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Qəzetin məlumatına görə London Amerikanın bombardman alında İranın Avropa küçələrində terror kampaniyası keçirmək üçün öz proksi şəbəkəsindən istifadə edə biləcəyindən ehtiyat edir. Nəşr qeyd edib ki, bu argumentlər Trumpla işləyə bilər. Nəzərə alsaq ki, The Daily Telegraphın iddiasına görə Tehran keçmişdə ona qarşı sui-qəsd hazırlamış ola bilərdi. Bundan əlavə Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqı İranda hələ bir neçə qərb ölkəsinin vətəndaşının saxlanılması ilə əlaqədar Vaşinqtonu təmkinli olmağa çağırıb. Qəzet xatırladıb ki, son illər ərzində Birləşmiş Krallıqla əlaqəli ən azı 15 nəfər casusluq ittihamı ilə İslam Respublikasında saxlanılır. İsrail hərbçiləri Tehranda onlarla hədəfi, o cümlədən İran Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları və Tədqiqatları Agentliyinin qərargahını vurub. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayaraq bildirib. İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzində silsilə zərbələri tamamlayıb. Onlarla hədəf, o cümlədən raket istehsalı ilə bağlı hərbi obyektlər, İranın nüvə layihəsi ilə əlaqəli Spint qərargahı vurulub. Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 milyard kubmetrə çatıb. Cənub qaz dəhlizinin son komponenti olan Trans-Adriatik qaz kəməri vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib. Bildirilir ki, Gürcüstan və Türkiyə ilə yanaşı Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. Bugün Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovla Avstraliyanın Xarici İşlər Naziri Penny Wong arasında telefon danışığı aparılıb. Danışıq zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Avstraliyanın Xarici İşlər Naziri ölkənin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran iki tərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb. İki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar. Transxəzər beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Çinin Çijesyan əyalətindən ilk yük qatarı Türkmənistan üzərindən Azərbaycana yola düşüb.
Marşrut boyunca qatar Xorqos nəzarət buraxılış məntəqəsi vasitəsilə Çin-Qazaxıstan sərhədini keçəcək. Daha sonra Almatı, Daşkənd və Aşqabaddan hərəkəti davam etdirəcək. Çin tərəfinin qiymətləndirilmələrinə görə yeni marşrutun istifadəyə verilməsi ənənəvi Aktau-Bakı logistika xəttinin yükünü azaldacaq. Həmçinin Çin məhsullarının Mərkəzi Asiya və Şərqi Avropa bazarlarına çatdırılmasını sürətləndiriləcək. Məlumatda qeyd olunur ki, yeni yol artıq Şijetyan əyalətinin Çin-Avropa marşrutu üzrə dəmir yolu ilə yük daşımaları çərçivəsində yaratdığı sayca 26-cı beynəlxalq logistika istiqaməti olub. Azərbaycan Prezidenti İlham Əliyev bugün Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Naziri hökumətlərarası komissiyanın həmsədri Laziz Kudratovu qəbul edib. İlham Əliyev Laziz Kudratovun Azərbaycana səfərinin ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Qonaq vurğulayıb ki, ötən il Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri zamanı iki ölkənin prezidentlərinin qarşıya qoyduqları yeni prioritet istiqamətlər üzrə fəal iş aparılır. Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı məmnunluqla vurğulanıb. Sənaye kooperasiyası, nəqliyyat, logistika əlaqələrinin daha da genişləndirilməsi və yeni birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.